Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Oğulcan, özünü səninlə başqası arasında olan şeydə tərəzi et. Beləliklə, özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq et. Başqalarında çirkin saydığın şeyi özündə də çirkin say. Sən özün başqaları barəsində məmnun və razı olub rəva bildiyin şeyi, başqalarının da sənə rəva bilmələrindən razı ol. Bildiyin az olsa da, bilmədiyin şeyi demə. Sənə deyilməsini istəmədiyin şeyi demə. Bil ki, məğrurluq və özünü bəyənmək xoşagəlməz və haqqa zid bir xüsusiyyətdir və ağla ziyan gətirər. Beləliklə, öz yaşayış və dolanışığını təmin etmək üçün çalış. Başqaları üçün xəzinədarlıq etmə. Öz doğru yoluna çatanda isə, Rəbbin müqabilində ən təvazükar və itayətçil halda ol. Bil ki, qarşında uzaq məsafəli uzun və çox qorxulu bir yol var. Sən, orada yaxşılıq axtarışına və yükünün yüngül olması ilə birgə səni məqsədə çatdıracaq miqdarda azuqə götürməyə də möhtacsan. Buna görə də arxana taqət və bacarığından artıq yük götürmə ki, ağırlığı səni incidər. Sənin azuqəni qiyamət gününə aparacaq və sabah sən möhtac olduğun zaman onu sənə qaytaracaq möhtac və imkansız bir adam tapsan, qənimət bil və azuqəni ona yüklə. Nə qədər ki, imkanın var, ona çox kömək et. Çünki ola bilər ki, onu axtarasan və tapmayasan. Sənin ehtiyacın olmayan zaman səndən borc istəyəni qənimət bil ki, möhtac olduğun gündə onu sənə qaytarsın. Bil ki, sənin qarşında çox təhlükəli və çətin bir keçid var. Orada yükü yüngül olan, yükü ağır olandan xoşaldır və ağır tərpənən, sürətlə gedəndən pis və aciz vəziyyətdədir. Həmin yolda sənin enəcək yerin mütləq ya cənnətdir, ya da od. Buna görə də çatmamışdan özün üçün qabaqcadan hazırlıq görən göndər. Getməmişdən qabaq mənzil hazırla ki, ölümündən sonra razı salmaq vasitələri yoxdur və heç kəs dünyaya qayıtmır. Bil ki, göylər və yerin xəzinələri əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və qəbul edilməsinə zəmanət verib. Sənə vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə özü arasında onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni onun yanına şəfayətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə tövbə etməyinə mane olmayıb, cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta sənin özünü günahdan saxlamağını yaxşı iş kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə 10 bərabər hesab edib. Sənin üçün tövbə, peşman olaraq qayıtmaq və razı salmaq qapısı açıb. Beləliklə, nə vaxt çağırsan, səsini eşidər. Nə vaxt onunla münacat və razı niyaz etsən, qəlbinin sirrini bilər. Belə isə, istəyini ona çatdırarsan, ürəyinin sirrini onun yanında açarsan və dərd qəmindən ona şikayət edər, onunla dərdləşərsən. Ondan istəyərsən çətinliklərinin çarəsini, kömək və yardım diləyərsən. Ömür uzunluğu, can sağlığı və ruzi bolluğu kimi başqalarının verə bilmədikləri şeyləri onun rəhmət xəzinələrindən istəyərsən.
Sənə ondan istəmə icazəsi verməklə xəzinələrinin açarlarını sənin əllərinə verib. Beləliklə, istədiyin zaman dua vasitəsilə nemətlərinin qapılarını açar, bir-birinin ardınca rəhmət yağışlarının gəlməsini istəyərsən. Allahın gec cavab verərək, gec qəbul etməsi naumid etməməlidir səni. Çünki bəxşiş niyyət miqdarında olur. Ola bilər, sənin duanın qəbul edilməsi təxirə düşsün ki, istəyinin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun. Çox şey var ki, istəyərsən və o sənə verilməz, amma dünyada və axirətdə sənə ondan daha yaxşısı verilər. Yaxud da, duan sənin üçün daha yaxşı olan şeyə görə qəbul edilməz. Çox vaxtda elə şey istəyərsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar. Buna görə də gərək gözəlliyi sənə qalan, günah və əzabı isə səndən uzaq olan şeyi istəyəsən. Mal sənə qalmır, sən də ona qalmayacaqsan. Bil ki, sən dünya üçün deyil, axirət üçün, qalmaq üçün deyil, yox olmaq üçün və yaşamaq üçün deyil, ölmək üçün yaradılmısan. Sən köç edilən yerdə, müvəqqəti diyarda və axirətdə gedən yoldasan. Sən əlindən qaçanın qurtula bilmədiyi və axtaranın əldən çıxarmadığı ölüm üçün bir ovsan və ölüm onu mütləq haqlayacaqdır. Belə isə, ölümün səni özünə ondan tövbə edərəm deyib, etdiyin günah zamanı haqlayaraq səninlə fikrin arasında ayrılıq salmasından qorx və çəkin. Həmin vəziyyətdə sən özünü məhv etmisən.